Şok. Değerli izləyicilərimiz, əziz dostlarımız, bu günləri Binəqə səpəsində, Pekarni yolunda 334 nömrəli məktəbə yaxın, Kəlbəcər Laçın məktəbinə çox yaxın, asfaltın üstündə marşrutda düz qapıdan gördüyünüz 4 sotun içində olan şəxsi bir həyət evini sizə təqdim edirəm. Değerli izləyicilərimiz, evin sol tərəfi, arxa tərəfində də yer var. Değerli izləyicilərim, üç bir tərəfi açıqdır. Gördüyünüz bu evin arxa tərəfinə göstərin. Bura evin arxa tərəfi. Bura evin padval hissəsi boy verəndir, değerli izləyicilərimiz. Boy verən bir dənə padvalı var. 12 daşqının üstündədir. Evin kürsülü içəridəndir. Həyətin öyle qəşəng. Ağlay daşlar döşənli, qəşəng maşını saxlamaq üçün geniş bir həyət var, değerli izləyicilərimiz. Şəxsi bir evdir. Kürsülüyünü görürsüz. Bura ayaqqabı çıxartmaq üçün bir dənə rəf yığılıb. Kürsülüyü də burada, değerli izləyicilərimiz. Sol tərəfdə evimizin bir dənə geniş yataq otağı. Qəşəng. Bura evimizin bir dənə 3,5-ın 4-ə detisk otaq. 3,5-ın 4-ə detisk otaq. Bura evimizin 5-in 7-yə bir dənə qonaq otağıdır, geniş. Bura evimizin qəşəng 5,50-nin 5,50-yə bir dənə ailə otağı. Bura evin sanitar və sanitariya qovşağı. Bu da evimizin geniş bir dənə mətbəx hissəsidir. Pəncərəsi də öz həyətinə baxır. Değerli izləyicilərim, əziz dostlarım, gördüyünüz bu şəxsi həyət evimiz 4 sotun içində olan 4 otaqlı 73.000 manata. Reallık olsa cüzi endirim olacaq.